Hörmətli tamaşaçılar, bugünkü verilişimizin qonağı Rövşən Xəlilovdur. Rövşən Gəncə şəhərində təşkil olunan bench press və powerlifting üzrə keçirilən yarışda Azərbaycan çempionu olub. Daha ətraflı bilmək üçün sıradakı süjet izləyin. Əziz dostlar, vaxt vədə yetişdi bugünkü qonağımı sizə təqdim etməyə. Əvvəla qeyd edim ki, qonağım gənc və perspektivli, həm də güclü idmançıdır. Qonağım Rövşən Xəlilovdur, powerlifting üzrə idmançıdır. Bu yaxınlarda Azərbaycanda çempionat keçirildi, məhz Gəncə şəhərində. Həmin çempionatda Rövşən uğurlu nəticə əldə etdi. Bu barədə daha ətraflı bilmək üçün diqqətiniz bizdə olsun. 2010-cu ildən Sami müəllimin yanına məşq edirəm. 2010-cu ildə ilk yarışım Sami müəllimin rəhbərliyyətində hazırlaşdıq və getdik Azərbaycan çempionatına. O yarışda mən ilk iştirakımla 3-cü yer tutdum. Bundan sonraki yarışlarda müəllim daha çox məndən artıq güvəndi və birinci yerdən əlavə rekord nəticə göstərməyə bildirdi. İnşallah ki, 2010-cu ildən bəri artıq 3-cü yerdən başqa 6 qat Azərbaycan çempionu oldum. 3 dəfə Azərbaycan rekord eləmişəm. İndiyənə kimi yarışlarda 56-60 kiloqramda çıxış edirdim. Ancaq sonuncu yarışımda 23-26 sentyabr arasında keçirilən Azərbaycan çempionatında Gəncə şəhərində keçirilirdi. Bu yarışda mən müəllimin məsləhəti ilə 67 kiloqramda çıxış elədim və şükür Allaha birinci yerdən qayıtdım. Çox gözəl təşkil olunmuşdu Gəncə şəhərində keçirilən yarış. Azərbaycanın hər yerindən var idi, güclü rəqiblər var idi. Ancaq şükür Allaha, Allahın məsləhəti ilə, Allahın köməkliyi ilə birinci yerdən qayıtdıq. Bildiyiniz kimi, mənim müəllimim dünya Avropa çempionu, dünya rekordçusudur. Mən onun əziyyətini heç vaxt yerə salmaram. Şükür Allaha, hazırlaşıram tam gücümlə. İnşallah da ki, həmişə birinci yerdən qayıdacağam. Rövşən, gələcəkdə var yenə belə bir yarışlar? İnşallah hazırlaşırıq. Bu barədə müəllimimiz məlumat verər. Mart ayında gözəl bir nəticə vermək istəyirik. Dünya çempionatına vəsiqə uğrunda yarış olacaqdır. İnşallah orada nəticə verib dünya çempionatına qatılmaq istəyirik. Samir müəllim, Rövşən haqqında nə deyə bilərsiniz? Bax, sizin demək olar ki, ən yaxşı tələbələrinizdən biridir və Azərbaycanda təşkil olunan bu çempionatda uğurlu nəticə əldə etdi. Rövşənin bu qədər irəliləməsində sizin hansı əməyiniz olubdur? Rövşən mənim 60 kiloqramda iştirak edən tələbəmdir. Onu deyə bilərəm ki, Rövşən çox güclü idmançılardan biridir. Rövşənin irəli getməsində birinci səbəb özüdür ki, bizim yazdığımız proqramdan çıxmır, proqramlara düzgün riayət edir, məşqlər, bilirsiniz, yarışla bağlı gərgin məşqlər olur. Rövşəndən də Allah razı olsun ki, biz istədiyimiz nəticələri verə bilir. Üzümüzə gələn il, bildiyiniz kimi, bəli, üzümüzə gələn il 2013-cü ildə Azərbaycanda həm Avropa, həm dünya çempionatı gözlənilir, powerlifting və bench press üzrə. Hal-hazır ki, geniş planımızda var ki, Rövşən bu yarışlarda mütləq iştirak eləməlidir. Artıq Rövşən keçən ildən yığma komandanın tərkibindədir. Bu ildə 67 kiloqramda qəşəng nəticə vermişdir. 130 kiloqramda Respublika çempionu olmuşdur. Ancaq üzümüzə gələn dünya və Avropa çempionatında biz Rövşəni 67-də yox, 60 kiloqramda görmək istəyirik. Rövşən həmən 60 kiloqramda inşallah 150-160 arası nəticə verməlidir ki, 150-160 kiloqram qaldırmalıdır sinədən. Bu da ki, həm dünya, həm də Avropa rekorduna düşür. Rövşən özü belə 6 dəfə Azərbaycan çempionudur, 3 dəfə Respublika rekordçusudur. Artıq məsuliyyətlər var. Rövşəndən bu səfər üzümüzə gələn 2013-cü ildə dünya və Avropa rekordu. Tam güvənə bilərsən Rövşən? Bəli, tam əminəm, arxayınam. Əgər inşallah təki səhhətində problem olmasın, bilirsiniz, artıq naqruzkalar artıq yüksək çəkilər, zədələr
olmamalıdır. Olmasa inşallah Allahın köməkliyi ilə Rövşən bu nəticələrin öhdəsindən asanlıqla gələr. Və Rövşən, sonda olaraq idman sevənlərə, idmançılara, bu idman növü ilə məşğul olmaq istəyənlərə nə məsləhət görərdin? Bir gənc idmançı kimi. Bütün idman sevənləri, idmanla məşğul olmaq istəyənləri idmana dəvət edirəm. İnşallah gəlib bizim zalda məşq edirlər. Mən də hər kəsi idmana dəvət edirəm. Yaşından fərqi yoxdur, cinsindən fərqi yoxdur. Kişi, qadın, hər kəs idman eləməlidir. Hər kəsi idmana dəvət edirəm və ən əsası, ən birinci sağlam idman arzulayıram hamıya. Zala gəlmək olar, məşq eləmək olar. Mütləqdir ki, öz proqramınla yox, müəllimin proqramı ilə məşq eləyəsən, sağlam qalmaq üçün.